var. Bəlkə onların bu qədər izləyiciniz var da sizi Ləman. Sizi bu qədər tənqid edirlər və eyni zamanda, yəni yenə də çoxlu sayda mənfi rəylər yazanlar da var, amma yenə də sizin canlı yayımlarda minlərlə insan olur və sizin səhifənizdə bəli 100 minlərlə də insanın deməli sizin izləyicisi olduğunu yəni sezmək mümkündür. Yəni yaxşı bir tərəfdən sizə belə tənqidlər, təhqirlər bəzən yağdırırlarsa, digər tərəfdən bu qədər insanlar canlı yayıma gəlirlər. Bu qədər insanlar belə deyək sizə izləyici olaraq belə deyək sizi izləyirlər. Yəni yaxşı, iki paradoksal bir vəziyyət yaranır. Çox maraqlıdır. Yəni bir sahənin içindəsiz, heç ayağınızdan dartan olmuyor. O qədər. Heç siz qabağa gedəndə vaxtlarınız var idi, sizin efirləri dağıdırdınız. Oldu da ayağınızdan çəkən, olur, o qədər olur ki. Qabağdayım ona görə, göz 7 gündə mən düşmürəm, izləyicim artır ki, azalmır. Siz bunu niyə başa düşmürsünüz, gözləri götürmür. Mən ümumiyyətlə bu haqda çalışıram düşünməyim. Düşünürəm ki, bəlkə özüm mən hardasa səhvlər eləyirəm və yaxud ola bilsin ki, insanlara daha çox həddindən artıq, yəni etibar eləmişəm. Yəni bu da ola bilər. İndi hər kəsin özünə görə öz həyatı var, öz enişləri və yoxuşları da var. Bundan başqa Ləman, yaxşı, baxın, bu günlərim, gəlin elə bunu da sizdən soruşum. Bu günlərim bax Sabirabadda həddi buluğa çatmamış bir qızı ərə verirdilər, öz xalası oğluna. Kifayət qədər yaşı 30-a yaxın olan. Siz bu məsələlərə necə baxırsınız? Neçə yaşında qızı? Həddi buluğa çatmayan, yaşı 16 ya 15 yaşında olan bir qızı. Yenidə nədir? Maddiyat. Bəzi ailələr düşünür ki, qız qalacaq, pozulacaq, tez verək, oğlan işi var, gücü var, pulu var, osu var, busu var, maddiyat. Heç elə ailələri qınağa çəkən yoxdur. Əslində elələrin qınağa çəkməklə. Nə olsun ki, valideyn uşaq dünyaya gətirib? O yaşda, nə olsun, qanunla qaladı, heç o yaşda ərə verməkləri düzgün deyil. Özündən 10 yaş, 15 yaş kişiyə elə bil atasını ərə verir də. Mən belə şeyləri danışıram da canımda, ona görə məni bəyənmirlər. Deyirlər, sənin eyvə lazım, niyə danışırsan, danışma, sakit dur.